Müstəqil Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının üzvü kimi amalı və məqsədi Azərbaycanın dövlət müstəqilliyini qorumaq, onu əbədi etməkdən ibarətdir. Azərbaycanda hüquqi dövlət, demokratik dövlət qurmaqdan ibarətdir. Azərbaycan xalqının rifahını yaxşılaşdırmaqdan ibarətdir. Azərbaycanda demokratiyanı bərqərar etmək, insan azadlıqlarını, insan hüquqlarını qorumaqdan ibarətdir. Göy qurşağını görmək istəyən gərək özünü yağış və leysana hazır etsin. Qədimdən deyilmiş bu müdriklük hamıya xatırladır ki, çətin yola qədəm qoymaq bəlkə də asandır. Ancaq qarşıdan gələn mübarizəni həm qarşılamaq lazımdır və digər tərəfdən də resurs və bacarıqları toplamaq lazımdır. Xalqların ömür boyu istəkləri müstəqil yaşamaqdan ibarət olub və bu çox ali bir məqsəddir. Bir çox xalqlar, toplumlar onu elan etsələr də hədəflərinə çata bilməyiblər. Amma Azərbaycan xalqı bunu bacardı və o müstəqilliyi reallaşdıran, onun dayaqlarını möhkəmləndirən isə milli lider Heydər Əliyev oldu. Çünki o ikinci dəfə hakimiyyətə xalqın çağırışı gəldikdən sonra demək olar ki, ölkədə işgüzar mühiti formalaşdırdı və bütün növ problemlərin qarşısı zaman-zaman alındı. Və bu o demək idi ki, yol düzgün seçilib, hədəf aydındır, lazımdır ki, insanlar liderin ətrafında birləşsinlər və çalışsınlar. Və biz bu işi bacardıq. Salam, dəyərli tamaşaçılar. Bilirsiniz ki, bu günləri milli liderin doğum günüdür. 102 il bundan qabaq o dünyaya göz açdı və bütün ömrünü Azərbaycan xalqına sərf etdi. Və eləcə də müstəqil dövlətimizin də yaranması, daha doğrusu onun möhkəməsi müasir dönəmdə dünya səhnəsində artıq mətin duruş gətirməsi məhz Heydər Əliyevin xidmətidir. Əlbəttə, biz indi bu haqda danışırıq. Bu bizim üçün yaxın bir tarixdir və qarşıda çox böyük problemlər var idi. İlk növbədə dünya birliyi qarşısında biz həm də ciddi sınaq keçirdik. Nəhayət, ölkə daxilində vəziyyət gərgin idi. Xaricdən bizə təcavüz var idi. Ermənistanın qoşunları artıq Azərbaycan ərazilərində idi. Və bu problemlərin hamısını əlbəttə ki, həll etmək lazım idi. Və ilk növbədə də insanları inandırmaq lazım idi ki, biz bu işlərə gərək artıq ürəklə qatılaq. Və məhz Heydər Əliyev amili insanların ürəklərində həm ümidləri doğrultdu, onları yaşatdı və nəhayət işgüzar mühit formalaşdı. Və təsadüfən demirlər ki, güclü liderlər iş başında olanda nikbinlik dərin kök salır. Və biz bu o mühiti, o işgüzarlığı gördük də, hiss etdik də və özümüz də onun bir parçası olduq. Və təbii ki, bu günləri biz böyük ehtiramla milli liderin xatirəsini uca tuturuq, anırıq və bu tək Azərbaycan xalqı üçün vacib olan məsələ deyil, xeyr. Heydər Əliyev Azərbaycanda bu mühiti formalaşdırmaqla, müstəqilliyi əldə etməklə həm də digər xalqlara bir nümunə göstərdi və bildirdi ki, xalq mübarizə olanda, liderini düzgün seçəndə o hər şeyə nail ola bilir. Bugün bir daha biz yaxın keçmişin və ümumiyyətlə tariximizin bəzi vərəqlərini artıq yenidən yada salacağıq və digər tərəfdən də milli liderin xidmətlərini bir daha canlandıracağıq. Çünki onlar həqiqətən də bizim üçün həm də vacib, tarixi bir irsdir. Mənim həmsöhbətlərim Milli Məclisin deputatı Sevil Mikayılova, siyasi şərhçi Rufiz Qonağov və İqtisad elmləri doktoru professor Şəfa Əliyev. Xoş gəlmişsiniz. Mən sizi görməyə şadam, hörmətli qonaqlarımız. Əlbəttə ki, Heydər Əliyev elə bir şəxsiyyətdir ki, o bizim cəmiyyətimizdə bir fenomenal rol oynamaqla insanları həmişə uca tuturdu və bildirirdi ki, elə bir günləri başlanğıcda bizim gördüyümüz o çarxdan da biz yada salırıq ki, nə dərəcədə o insanların rifahının artmasına böyük diqqət yetirirdi. Bəli, 93-cü il çox ağır il idi bizim üçün. Yəni biz 91-də müstəqilliyimizi yenidən bərpa etdikdən sonra çox böyük keşməkeşlərlə, sınaqlarla üz-üzə qaldıq və bizim demək olar ki, geriləməyimiz var idi. Digər tərəfdən mənfur qonşu bizə aman vermirdi ki, biz daxili məsələlərə köklənək. Ancaq həm də bu bir həqiqətdir ki, hakimiyyət boşluğu var idi. Mən elə başa düşürəm ki, Sevil xanım, bax, ən böyük problemimiz o idi. Çünki həm də düşmənlər buna çalışırdılar ki, hakimiyyətdə zəiflər otursunlar.
Onlar öz məkirci planlarını həyata keçirir. Və digər tərəfdən də Azərbaycan xalqının inkişafının qarşısını almaqdan ötürü də bu onlar üçün vacib idi. Və biz gördük ki, həqiqətən də bir fantastik tərzdə Heydər Əliyev 93-cü ilin ortasında, iyun ayında hakimiyyətə qayıtdıqdan sonra sanki vəziyyət köklü sürətdə dəyişdi. Bax, istərdim o məsələyə siz münasibət bilirsiniz, həm də yada salasınız. Çünki biz hamımız bu proseslərin canlı şahidiyik. Siz çox düzgün buyurursunuz, Tofiq müəllim. Həqiqətən də Ulu Öndərin Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Azərbaycana qayıdışı, hakimiyyətə qayıdışı və Azərbaycan xalqına yenidən liderlik etməsi Azərbaycan xalqının tarixində mən deyərdim ki, bəlkə də ən önəmli səhifədir. Səhifələrdən biri yox, ən önəmli səhifədir. Çünki biz müstəqilliyimizi qazanmışdıq. Biz azadlığımızı Sovetlər imperiyasından qazanmışdıq, amma nə dövlətimiz, nə dövlətçiliyimiz heç cür bərqərar ola bilmirdi. Və belə bir ağır dönəmdə Ulu Öndərin hakimiyyətə qayıdışı və xalqın tələbi ilə hakimiyyətə qayıdışı təbii ki, bir hadisə idi. Və mən o dövrləri xatırladıqca insanların üzündə olan o ümidsizlik, insanların, bilirsiniz, bunu açıq söyləmək lazımdır ki, müstəqilliyimizi qazanmışdıq, amma o qədər xaotik bir dönəm idi ki, insanlar sevinə bilmirdilər. Yəni, əslində bu tarixi bir nailiyyət idi. Yəni, elə xalqlar var ki, 100 illər boyu mübarizə aparır, amma müstəqilliyini qazana bilmirlər. Amma biz müstəqilliyimizi qazanmışdıq, mübarizə aparmışdıq və qazanmışdıq Sovetlər Birliyindən. Amma buna baxmayaraq Azərbaycanda dövlət quruculuğu məsələsi o qədər zəif idi, o qədər bərbad idi ki, biz artıq onu qısa bir zamanda itirmək təhlükəsi ilə üz-üzə idik. Və burada əlbəttə ki, biz Dağlıq Qarabağda baş vermiş proseslər, o zaman Dağlıq Qarabağın konflikti adlanan münaqişə və onun fonunda o torpaqlarımızın 20%-nin işğal altında olması, yəni bütün bunlar bir tərəfə həm də Azərbaycanda, Bakıda hakimiyyət davası. Yəni, heç cür hakimiyyəti bölə bilmirdilər. Baxmayardıq ki, ölkə parçalanırdı, insanlar bədbəxt bir durumdaydılar. Yəni, onların hamısında ümidsizlik, o dediyimiz sindromu var idi. Amma buna baxmayaraq, heç belə deyək, onların bu vecinə də deyildi və sadəcə olaraq hakimiyyət mübarizəsi gedirdi. Siz həqiqətən də o konteksti düzgün yada salırsınız və bəzi insanlarda hətta müstəqilliklə bağlı artıq şübhələr oyanmağa başlamışdı ki, bizə bu lazım idi. Baxmayaraq ki, nəsillər elə çalışırdılar ki, biz müstəqil olaq, amma insanlara hətta müstəqillikdən küstürməyə vadar edirdilər. Və biz bunu, bilirsinizmi, asanlıqla qazanmamışıq. 20 yanvar şəhidlərimiz var idi. Biz Azərbaycanın o işğal altında olan torpaqlarında biz nə qədər insanlarımızı itirmişdik. Yəni, biz bunu, belə deyək, qanımızla, canımızla, bəlkə də ayrı respublikalar, orası sadəcə olaraq bəyannaməni elan etdilər və müstəqil oldular. Yəni, belə durumda olanlar da var idi. Pribaltika ölkələri, məsələn, orada elə bir ciddi münaqişə baş verməmişdi. Eləcə də, belə deyək, Mərkəzi Asiya ölkələrinin çoxunda da, yəni sadəcə olaraq müstəqillik aktı. Amma Azərbaycan hər tərəfli ağrılarla buna getmişdi. Və belə bir dönəmdə Ulu Öndərin qayıdışı və mən burada xüsusilə yenə də həmin dövrü yaşamış bir şəxs kimi demək istəyirəm ki, insanların üzündə ümid yarandı. Və mən onda universitetdə təhsil alırdım və mən indiyə qədər müəllimlərimin üzündə, çöhrəsində olan o ümidin qayıdışı, yəni o xoşbəxtliyin, yəni bilirsinizmi, insan yorulur, hər şeydən yorulur, amma bu proseslərin sonunda işığın görmək, əlbəttə ki, bu çox böyük xoşbəxtlik idi. Və Ulu Öndər bunu xüsusilə qeyd etmək lazımdır ki, qayıtdı, siz düzgün deyirsiniz, iqtisadiyyatı dağılmışdı, xarici siyasəti sıfır, diplomatiyası sıfır, daxili siyasət bərbad vəziyyətə, hakimiyyət böhranı və s. Amma eyni zamanda bütün bunları toparlamaqla bərabər Ulu Öndərin üzərinə başqa bir yük də düşmüşdü. İdeoloji iş aparmaq və cəmiyyəti səfərbər etmək, öz ətrafında birləşdirmək. Yəni, bunun özü də çox çətin bir proses idi və ona görə də Ulu Öndər bunun haqqında biz yəqin xüsusi danışmalıyıq ki, məhz jurnalistlərlə işbirliyi, məhz əvvəldən də deyil, demokratik prinsiplərin cəmiyyətə aşılanması və açıq cəmiyyət qurmaq üçün elə Azərbaycan Dövlət Televiziyasında onun davamlı çıxışları, davamlı xalqa müraciətləri, işini şəffaf göstərmək, öz mövqeyini şəffaf şəkildə göstərmək və siyasi bir monolit cəmiyyəti qurmaq üçün göstərdiyi əlbəttə ki, səylər. Bunlar hamısı son nəticədə bizim bugün yaşadığımız, qürurlandığımız, fəxr etdiyimiz Azərbaycanın özəyində duran, özülündə duran proseslərdir. Əlbəttə. Həqiqətən də keçid dövrləri həmişə insanları böyük əziyyətlərlə qarşılaşdırır və bizim bir çox problemlərimiz var idi. İstəyir sosial zəmində, istəyir iqtisadi zəmində, humanitar sahədə 100 minlərlə qaçqınımız, məcburi köçkünümüz var idi və insanları yerləşdirmək lazımdır və s. Və elə təsadüfi deyil ki, ilk günlərdən hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə
Öndər həmişə o qaçqınların məsələsinə, köçkünlərin məsələsinə artıq diqqətləri ayırmağa başladı və hətta çağırışlar edirdik. Yəni insanlar bu məsələyə biganə qalmasınlar. Beynəlxalq təşkilatları hətta utandırırdı ki, siz görə ki, insanlar burada hansı əziyyətlərlə qarşılaşıblar və biz bir sistemdən, bir formasiyadan o birisinə keçmişik. Bizim imkanlarımız məhduddur. Siz bu məsələləri çox belə yüngüllüklə qarşılayırsınız. Heç bir sizdən reaksiya da gəlmir. Əlbəttə onun o çağırışları öz rolunu oynadı və mən burada xüsusilə Şəfan müəllim, bax, iqtisadi zəmində olan vəziyyətə istəyirəm diqqəti yönəldəsiniz siz. Bilirsiniz niyə? Çünki vaxtilə onun o müdrikcəsinə vaxt, zaman bizə işləyəcək ermənilərə dediyi o ifadə, onlara eşitdirdiyi o ifadə bir ilk növbədə iqtisadiyyatla bağlı idi. Çünki iqtisadiyyatı olmayan ölkə heç vaxt ayaq üstə qalxa bilməz. O həmişə, bağışlayın məni, ya oturaq vəziyyətdə olacaq, ya sus bir vəziyyətdə olacaq və necə oldu ki, bax, o zəmində, o ağır vəziyyətdəki postsovet staqnasiyası qüvvəsində idi. Sonra bizim iqtisadi kompleksimiz ümumiyyətlə yeni çağırışlara cavab vermirdi. Yəni burada texnologiyalar, texnika artıq hamısı yenilənməlidir və yəni yada salanda ki, nə qədər problemimiz var idi və gündəlik nə dərəcədə sıx idi. Həqiqətən də indi də adam dəhşətə gəlir. Amma o bunlardan qorxmadı, bu məsələlərdən qorxmadı. Bax, necə oldu ki, o iqtisadi zəmində düzgün vektorlar tez bir zamanda müəyyən edildi. Çox sağ olun. Doğrudan da həmin dövrdə elə bir vəziyyət idi ki, əhalidə həmkarımızın dediyi kimi bir ümidsizlik, siz də qeyd elədiniz, bir ümidsizlik var idi. Heydər Əliyev, Ulu Öndər bizim iqtisadiyyatımızın, ümumiyyətlə Azərbaycanın inkişafının bütün vektorlarının dərin bilicisidir, mahir bilicisi idi. Hələ 1970-80-ci illərdə bütün bunların hamısını yenidən o dövr üçün qura bilmişdi və Azərbaycan iqtisadiyyatını keçmiş SSR-nin öncü sıralarına çıxara bilmişdi. Təsəvvür edin, həmin dövrdə geri qalmış Azərbaycan iqtisadiyyatının strukturunu tamamilə yenilənmiş, aqrar sahənin inkişafını müasir vəziyyətə gətirib çıxarmış və neft sənayesinə mərkəzin laqeyd münasibətini dəyişərək Bakıda o dövrün ən müasir qurğularını gətirə bilmiş. Həm neft emalı qurğularını, həm dərin özüllər zavodunu, eyni zamanda həmin dövrdə Bakıda müasir elektronika, maşın və avadanlıq cihaz qayırma müəssisələrini, yəni dövrün texnolojisi dediyiniz kimi, müasir müəssisələrini gətirə bilmiş və 1971-85-ci illərdə 581 adlı elektron maşın cihaz məhsulları Azərbaycanda yeni adda istehsal olunub. Yüngül və qida sənayesi tamamilə yenidən qurulub. Neft sənayesi tam modernləşdirildi həmin dövrdə. Kimya, neft kimyada zərərli müəssisələrin əksəriyyəti çıxarıldı. Civə kimi, xlor, 3 xlor istehsalatının ikisi. Onlar hamısı mənim gözümün qarşısında baş verib. Həmin dövrdə mən kimya, neft kimya müəssisələrində işləyirdim. Və ikinci dəfə Ulu Öndər hakimiyyətə gələndə mən Moskvada Azərhikimiyyət Dövlət Şirkətinin Rusiya nümayəndəliyinin rəhbəri işləyirdik. Biz çətin bir dövrdə yaşayırdıq. Bir neçə dəfə Ulu Öndərin Rusiya səfərində mən görmüşəm ki, necə Rusiyanın ən sadə insanları belə Ulu Öndərin adı gələndə böyük bir, necə deyərlər, coşquyla, həvəslə. Yəni onlar böyük bir ümidlə baxırlar ki, belə bir lideri olan ölkə xoşbəxt ölkədir. Üzr istəyirəm sizdən bir xatırlatma eləyək də. Onsuz da bizim cəmiyyətimiz bunu bilir. Baykal-Amur magistralının ərsəyə gəlməsi, Heydər Əliyev olmasaydı bəlkə də heç gəlməzdi. Biz hamısını indi deyə bilmirik, amma amma ona görə də insanlar Rusiyada onu əstəğfurullah bir ilahi qüvvə kimi qarşılayır. Bəli. Doğrudan da elədir. Həmin dövrdə mənim yadıma gəlir. Bir məsələni də deyim. Mən 1990-cı ildə Moskvada ikinci təhsil göndərmişdilər göndərişinə. Həmin dövrdə Ulu Öndərin tarixi çıxışı var idi 20 yanvarla bağlı. Bəli. Həmin gün mən hesab edirəm ki, Moskva, Rusiyanın mərkəzində olan insanların demək olar ki, 70-80% Ulu Öndərə böyük rəğbət bəslədi. Yəni onun dahiliyini gördü. Biz sevincdən ağlayırdıq, qürurdan biz başımızı həmin gün dik tuturduq, baxmayaraq ki, şəhidlərimiz olmuşdu. Həmin dövrü mən çox yaxşı xatırlayıram. Bütün xarici ticarət, iqtisadi akademiyanın rəhbərliyi, rektoriyyatı hamısı yığışaraq mənim ətrafımda Ulu Öndərlə bağlı xoş sözlərini bildirdilər və Azərbaycan xalqının müstəqilliyini dəstəklədilər. İndiki kimi yadımdadır. Mən istəyərdim həmin dövrün iqtisadi mənzərəsini qeyd edeyim. Qısa zəhmət oldu. Biz onsuz da sonradan onsuz da təsəvvür edin ki, həmin dövrdə siyasi idarə etmə deyildi, xaos vəziyyətdə idi. İqtisadiyyatda isə tam çöküşüydü. Azərbaycanın aparıcı lokomotiv iqtisadiyyat sahəsi olub, neft sənayesi çökmüşdü. Özünün ən aşağı hasilat səviyyəsində idi. Büdcə boş idi. Xarici ticarət əlaqələri demək olar ki, pozulmuşdu.
və ölkənin gəlirləri yox idi. Həm milli gəlir azalmışdı, həm əhalinin gəlirləri demək olar ki, qapanmışdı, yox idi. Və eyni zamanda valyuta da yox idi ki, nəsə alınsın, bir avadanlıq alınsın, yeni bir şey alınsın. İri müəssisələrin hamısı 20-25% səviyyəsində işləyirdi. Təsəvvür edin, minlərlə insanlar kadr axıcılığı prosesində ölkədən gedirdi, yaxşı mütəxəssislər çıxıb gedirdilər, ümidsizlikdən. Amma məhz həmin dövrdə Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıtması bir mayaq kimi, bir fenomen kimi insanlara yeni bir ümid verdi. Siyasi iqtisadi sabitlik, iqtisadiyyatın bütün sahələri üzrə anonsların, həm strukturların formalaşdırılması, həm dövlət idarə etməsinin təkmilləşdirilməsi, həm islahatların aparılmasına hazırlığın görülməsi, tezliklə MDB ölkələr arasında birinci olaraq aqrar sahədə islahatların aparılması, kənd rayonlarında insanların gəlirlərin demək olar ki, yox dərəcəyə gəlib çatması şəraitində torpaq islahatının aparılması böyük bir risk idi və bunu Heydər Əliyev edə bildi və birinci dəfə etdi, MDB-də uğurla etdi. Amma ən böyük nailiyyəti, bütün Azərbaycan xalqının nailiyyəti və Ulu Öndərin fenomen zəkası dahiliyi əsasında hazırlanan, yaradılan əsrin kontraktı oldu. Bəli, bu 94-cü il idi, artıq sentyabrın 20-də bizə çox vacib bir olan gün və təbii ki, bu inqilabi bir hadisə idi və onun da öhdəsindən Heydər Əliyev gələ bilərdi, o da gəldi. Birazdan biz bu məsələyə qayıdacağıq. Əlbəttə, mən həm də xatırlayıram ki, o zaman o Sevil xanım burada buyurdu, vaxtında dedi ki, bəs translasiyalar, canlı translasiyalar olurdu və heç bir vəziyyəti o demək olar ki, diqqətdən kənarda qoymurdu. Yəni bilirdi ki, insanları həm məlumatlandırmaq lazımdır. Digər tərəfdən onlara çağırış etməklə həm də hədəfləri bildirmək lazımdır ki, biz nəyə doğru getməliyik, hansı gücümüzü necə səfərbər etməliyik və nəyə ilk növbədə nail olmalıyıq. Ona görə də bütün onun çağırışları hamısı çox aktual səslənirdi və yerində səslənirdi. Mən indi xahiş edəcəyim bizim rejissorumuzdan o Heydər Əliyevin bir çağırışını yenidən bizə xatırlatsın. Buyurun. Ali Sovetin sədri kimi Azərbaycan Respublikasının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının müstəqilliyini qorumaq, möhkəmləndirmək, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında müasir tələblər, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır və bu sahədə mən bütün səylər edəcəyim və heç kəsin şübhəsi olmasın ki, mən ömrümün bundan qalan hissəsini harda olursa olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil devlət kimi inkişaf etməsinə həsr edəcəyim. Bəli, müstəqilliyimiz var idi, ancaq onu konkret bir məzmunla təmin etmək lazım idi. Çünki bu ən çətin bir vəzifə idi o zaman üçün. Və xüsusilə də yada salanda ki, həm xaricdən bizə təhdidlər gəlirdi, həm daxildə vəziyyət qeyri-sabit idi. Biz bilirik ki, neçə növ orada problem artıq yaşanırdı. Ruhiz müəllim, bax, milli liderin bir çağırışı var idi ki, bizim müstəqilliyimiz əbədidir. Və həm də dedi ki, biz demokratik, dünyəvi və hüquqi dövlət yaradacağıq. Yəni, siyasi institutlar olmadan, ictimai institutlar olmadan bu prosesi həll etmək mümkün deyildi. Və vaxt da yox idi ki, orada, məsəl üçün, mərhələ-mərhələ nəyəsə çatasan. Bəlli idi ki, biz vaxt qıtlığını yaşayırdıq. Digər tərəfdən də sosial zəmində olan gərginliklər, sonra humanitar problemlərin yükləri, artan yükləri və s. bunlar hamısı bizi sanki tələtdirirdilər. Necə xatırlayırsınız, bax, o dövrü ki, həqiqətən də əgər bu çağırış səsləndirsə, bizim dövlətimiz dünyəvi, demokratik və hüquqi olmalıdırsa, deməli, nədənsə başlamaq lazımdır. Necə oldu, bax, bunlar hamısı təşəkkül tapdı?
Təşəkkür edirəm Tofiq müəllim. Həqiqətən də Ulu Öndərin Azərbaycanın müstəqil, demokratik, müasir dövlətçilik tariximizdə çox böyük bir rolu vardır və Sevil xanım da burada qeyd elədi. Həqiqətən də bizim də tələbəliyimizin ilk başlanğıcına düşdü ki, Azərbaycanın Ulu Öndəri Heydər Əliyev həmin zamanda 93-cü ildə xalqın demək çağırışı ilə yenidən hakimiyyətə qayıtdı və o devirdə Azərbaycanda həqiqətən xaotik bir vəziyyət idi. Azərbaycan parçalanma təhlükəsi ilə üzbəüz idi. Torpaqlarımız ardıcıl olaraq işğala məruz qalırdı. Demək olar ki, iqtisadiyyat burada qeyd olundu, tamamilə dağılmışdı. Azərbaycanın borcları kifayət qədər çox idi. Azərbaycanın demək qızıl fondu və digər ehtiyatları yox dərəcəsində idi. Azərbaycan ordusu demək olar ki, yox dərəcəsində idi, xaotik bir vəziyyətdə idi və beləliklə də Azərbaycan dövlətçiliyinin demək parçalanma təhlükəsi artıq real idi. Və Ulu Öndər bu devirdə Azərbaycan ictimaiyyətinin deməli gözü qarşısında burada da verildi. Ali Sovetdə o zamanlar deməli parlamentdə o fikirləri ki, səsləndirdi ki, bundan sonra da qalan ömrünün hissəsini Azərbaycan xalqına həsr eləyəcək. Həqiqətən də Gəncəyə getdi və o zamanlar ki, Gəncə qiyamı baş vermişdi və bütün bunlar hamısı canlı yayımda ictimaiyyətin gözü qarşısında, bütün keçirilən Ali Sovetin sessiyaları canlı yayımla translyasiya olunurdu Azərbaycan Dövlət Televiziyası tərəfindən, kütləvi informasiya vasitələri tərəfindən və bu bir daha Azərbaycanda demokratik institutların, demokratik cəmiyyətin artıq formalaşmasının yenidən gündəmə gəlməsinin əsasını qoydu Ulu Öndər və Ulu Öndərin təbii ki, bu addımları nəticəsində sonradan Azərbaycanın diplomatik korpusunun nümayəndələrini dəvət etdi, mətbuat nümayəndələri ilə, gənclərlə, Azərbaycanın cürbəcür təbəqələrinin nümayəndələri ilə görüşlər keçirməyə başladı və Azərbaycan xalqında artıq o yenidən inamı özünə bərpa etməyə, qaytarmağa çalışırdı ki, həqiqətən də biz öz dövlətimizi, öz vətənimizi qorumalıyıq və biz xarici təhdidlərdən qorunmalıyıq. Təbii ki, qeyd etdiyiniz kimi Azərbaycan müstəqillik əldə etmişdi, lakin bu kağız üzərində idi və ilk dəfə olaraq amma Naxçıvanda Azərbaycanın bundan öncə Heydər Əliyev Naxçıvana rəhbərlik etdiyi zaman üç rəngli Azərbaycan bayrağı ilk dəfə tarixdə orada yenidən qaldırılmışdı. Və bu devirdə təbii ki, bundan sonra Azərbaycan xarici siyasətində artıq dinamik bir biz uğurların şahidi olmağa başladıq. Burada qeyd olundu, əsrin kontraktının imzalanması çox böyük bir tarixi hadisə idi. Bunlar hamısı öz yerində. Mən üzr sizdən bir dəqiqləşdirmək istəyirəm bir məsələni. Bilirsiniz, biz indi şükürlər olsun ki, Azərbaycan dövləti Heydər Əliyevin irsinə arxalanaraq Prezident İlham Əliyevin artıq rəhbərliyi altında biz güclü dövlətə çevrilmişik və bizim həm də siyasi institutlarımız, ictimai, bütün institutlarımız hamısı formalaşıb milli zəmində. Yenə də bizə demokratiya dərslərini deməyə çalışırlar. Yenə də bizə təlqin edirlər ki, güya biz düz yol seçməliyik. Sanki biz yanlış yoldayıq. Və nəhayət o dövrdə Heydər Əliyev qayıdışından sonra ölkənin daxilində də demokratiya uğrunda mübarizə gedirdi. Özünə məxsus tərzdə. Yəni, Heydər Əliyevi həvəslə qarşılayan insanlar, cəmiyyət, bizim belə düşünən beyinlər əmin idilər ki, Heydər Əliyev zamanın o əsas, həssas dalğasını tutub və bilir nə etmək lazımdır. Amma yerdə olan o demokrat adlandıran özlərini belə qələmə verənlər deyirlər ki, yox, o demokrat ola bilməz bəsər. Və həm də xaricdən belə bir təsirlər var idi ki, bəli, KQB-nin keçmiş generalı artıq Azərbaycana rəhbərliyə gəlib, o demokrat ola bilməz. Bax, mən sizə bu məsələyə münasibət bilirəm. Çünki Heydər Əliyev məhz demokratiyanın özünün düsturunu da, onun modelini də, onun bütün o incə nüanslarına qədər hamısını bildiyinə görə artıq o quruculuq işi institusional sahədə, sonra siyasi institutlar səviyyəsində artıq başlandı, təşəkkül tapdı. Bax, necə oldu ki, biz o ara kəsmədə məhz bütün o təzyiqlərin hamısına, sonra müdaxilərin hamısına dözə bildik və artıq onları rədd edərək öz yolumuzdan getdik. Bax, bu məsələ istəyəm münasibət edərsiniz. Tamamilə haqlısınız Tofiq müəllim. Demək, o devirdə biz nəzərə alsaq ki, AXC hakimiyyətdə idi hələ də və Heydər Əliyev Ali Sovetə sədr seçilmişdi və bütün demək
iclaslar canlı translasiya olunurdu. Biz bayaq qeyd elədik. Orada özlərini demokrat adlandıran həmin o şəxslər ki, çıxışlar eləyirdilər. Bunlar da canlı şəkildə efirdə verilirdi. Eyni zamanda Azərbaycanda o dövrdə kifayət qədər xarici təşkilatların, institutların nümayəndəlikləri fəaliyyət göstərirdi və eyni zamanda xarici səfirliklər var idi və onlarla da görüşlərdə və eyni zamanda keçirilən bütün tədbirlərdə bəli, Heydər Əliyev həqiqətən də həmin Azərbaycanda o demokratiyanın nə olduğunu və demokratik institutların necə fəaliyyət göstərməli olduğunu bir növ bütün insanların gözü qarşısında nümayiş etdirməyə başladı və bildirdi ki, əslində demokratiya xaos demək deyil, demokratiya əslində özbaşınalıq demək deyil, demokratiya əslində xalqın hakimiyyətidir və xalqın hakimiyyəti üçün də birinci növbədə qanunlara, müstəqilliyin qəbul etdiyi təbii ki, o addımlar olmalıdır və bunun üçün də Azərbaycan dövləti güclü olmalıdır, gücləndirilməlidir və Azərbaycanın milli maraqlarından kənar hər hansı bir addımlar atılmamalıdır. Və təəssüf ki, o devirdə AXC Müsavat Cütlüyü tərəfindən bu addımlar atılırdı və atılmaqda da davam edirdi və Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı nəticəsində məhz Azərbaycanın, məhz milli ordusunun, Azərbaycan iqtisadiyyatının, Azərbaycan xarici siyasətinin, Azərbaycan milli dövlətçiliyinin formalaşması prosesi yenidən gündəmə gəldi və təbii ki, xalqla birlikdə, xalq kütlələri ilə görüşləri keçirtməklə, onların müxtəlif nümayəndələri ilə görüşlər keçirtməklə, vətəndaş cəmiyyəti üzvləri ilə görüşlər keçirtməklə Heydər Əliyev müzakirələr apardıqca məhz bu məsələləri gündəmə gətirdi və bunun nəticəsində də məhz həmin ənənənin hansı ki, biz bugün demək, cənab Prezident İlham Əliyev tərəfindən yüksək, böyük peşəkarlıq və ustalıqla bu davam etdirildi və Azərbaycan dövlətçiliyi bugün özünün ən yüksək bir tarixi mərhələsinə gəldi, çatdı və onun əsası 1993-cü ildə Ulu Öndərin yenidən hakimiyyətə qayıdışı nəticəsində oldu. Bəli, elə oldu və Heydər Əliyevin isə demək istədiyi əsas söz, əsas fikir ondan ibarət idi ki, Azərbaycan dövləti çərçivəsində demokratiyanın quruluşu o sırf milli qüvvələrin üzərinə düşən vəzifədir və bizə bu məsələlərdə təzyiq göstərmək, sonra xaricdən ixrac etdiyiniz o məhsulları gətirməklə heç bir şeyi həll eləmək mümkün olmayacaq. Əksinə siz bizə mane olmayın ki, biz öz demokratiyamızı, öz institutlarımızı özümüz quraq. Yəni faktiki olaraq Heydər Əliyevin özünün çox dərin hüquqi bilikləri var idi, tarixi bilikləri var idi. Sonra spesifik biliklərə malik idi və həm də ki bir təcrübəli idarəçi kimi o bilirdi nəyi ilk növbədə etmək lazımdır, nəyi sonraya saxlamaq olar. Seyid xanım, bax bu məsələdə biz görürük ki, bir çox ölkələr hələ də çabalayırlar. Yəni faktiki olaraq onlar kənar qüvvələrin təzyiqləri ilə rastlaşaraq bir aciz qalırlar. Digər tərəfdən çaşqın bir yollara qədəm qoyurlar və nə? Yəni biz həqiqətən də çox təsirlərin qarşısında öz yolumuzun arxasında dura bildik. Bax, buna görə mənə elə gəlir ki, elə Heydər Əliyev özü düzgün bir istiqamət vermişdi ki, bütün milli qüvvələr sapınmasınlar, yəni onlar çaşmasınlar. Bax, bunun özü də mənə elə gəlir ki, ilk növbədə ona olan etimaddan irəli gələn məsələ idi. Birincisi etimad məsələsi idi. İkincisi də siz çox düzgün vurğuladınız ki, Heydər Əliyevin şəxsiyyəti və onun təcrübəsi bu çox mühüm amillər idi. Və Azərbaycan avtoritar rejimdən çıxmış bir respublika idi. Yəni öz müstəqilliyini qazananda. Yəni onu elan eləsən də ki, siz demokratik cəmiyyətdə yaşayırsınız, siz insan haqlarının qorunduğu cəmiyyətdə yaşayırsınız. İnsanlar bunu dərk edə bilmirdilər. Əvvəla Nurfiz müəllim çox gözəl qeyd etdi ki, biz müstəqilliyimizi qazanandan sonra insanlarda assosiasiya demokratiyanın məhz xaosla əlaqələndirilirdi. Çünki adamlar azadlığı məhz xaotik həm siyasi cinahda, həm belə deyək, dövlətçilik, bəli, yəni bu cür qəbul edirdilər. Amma Ulu Öndər hakimiyyətə gələndən sonra əsl demokratiyanın nə olduğunu cəmiyyətə həm də aşıladı. Söylədiyimiz kimi öz şəxsi təmasları ilə birbaşa olaraq öz dilindən insanlara bunu çatdırdı ki, əslində demokratiya nədir? Və onun çox gözəl bir ifadəsi var, fikri var. Mən onu burada səsləndirmək istəyirəm. O zaman bəli, müxtəlif emissarlar gəlirdilər, müxtəlif təşkilatların nümayəndələri gəlirdilər. Azərbaycanı bu və ya digər şəkildə digər bloklara qoşmaq, birliklərə qoşmaq, digər təşkilatlara üzv qəbul etdirmək üçün müraciətlər eləyirdilər ki, Azərbaycanın siyasi kursunu özlərinə tərəf yönləndirsinlər. Amma birincisi Ulu Öndərin xarici siyasət xətti müstəqil Azərbaycan və öz xarici siyasətimizin olmasıdır və onun təməlini də çox mükəmməl şəkildə elə Azərbaycana gələndən sonra 1993-cü ildə onun təməlini qurdu.
Amma ondan sonra isə cəmiyyətin demokratik əsaslarda inkişafı onun üçün çox vacibdir və onu daxildən istəməsəydi, heç vaxt belə bir cəmiyyəti formalaşdıra bilməzdi. Və o söylüyürdü ki, demokratiya insanlara xaricdən ixrac olunan bir tezis olmalı deyil. Bu daxildən, təbii təkamül yolu ilə insanların daxilində olmalıdır. Demokratik proseslərə inam və onu özündə, daxilində hiss etmək. Ona görə də o zaman fikir pluralizminin, jurnalistikanın inkişafı, azadlığın verilməsi və mənim çox xatirimdədir, o zamanlar mətbuat üzərində senzura var idi, amma Ulu Öndərin ilk addımlarından biri nə oldu? Senzuranın ləğvi. Çünki başa düşürdü ki, bu buxovlardan azad olmayınca həm institusional baxımdan, həm qanunvericilik baxımından, eyni zamanda da cəmiyyətin öz daxilində mümkün olmayacaq ki, demokratik təsisatları ictimai institutlar kimi formalaşdırmaq mümkün olsun. Və burada əlbəttə ki, müxtəlif segmentlər üzərindən Ulu Öndər əslində öz siyasət aparırdı. Birinci siyasi hərəkatların gücləndirilməsi, yəni o hamıya açıq belə də şərait yaradırdı ki, öz potensialını cəmiyyətdə göstərsin, öz davamçılarını öz ətrafında deməli toparlasın. Və mən burada bir məsələni xüsusi olaraq qeyd etmək istəyirəm ki, Ulu Öndərin kiçik bir otaqda Naxçıvanda yaratdığı Yeni Azərbaycan Partiyasının əslində Azərbaycan dövlətinin sonradan ideoloji aparıcı qüvvəsinə çevrilməsinin məhvərində nə dururdu? Əlbəttə ki, Heydər Əliyevin saf ideyaları, o dövlətçiliyi bütün məsələlərdə fərqi yoxdur. Həm qeyri-hökumət təşkilatları olsun, vətəndaş cəmiyyəti olsun, siyasi təsisatlar olsun, digər demokratik təsisatlar, onların hamısının məhvərində məhz dövlətçilik, Azərbaycançılıq, yəni birinci bu xətti qoymuşdu ki, insanlar məhz bunun ətrafında toparlanmalıdırlar, toplaşmalıdırlar və sonradan özlərinin cəmiyyətdə realizasiyasını artıq təbii ki, öz belə deyək, məfkurələrinə, öz düşüncə tərzlərinə uyğun olaraq da irəliyə apara bilərlər. Və məhz demokratiyanın xaricdən bizə indinin özündə də məsələn insan haqları ilə bağlı nə qədər manevrlər, spekulyasiyaların olduğunu biz siyasi səhnədə çox gözəl görürük. Əslində onun mahiyyətində nə dururdu? Bizə sırmaq istədikləri insan haqları və demokratik prinsiplərin öz siyasətlərini yeritməyə, Azərbaycanın özlərinə tabe etmək, bəli, istənilən halda, istənilən situasiyada yararlanmaq, yəni bu prinsiplərdən. Amma Ulu Öndər onu bir kənara çəkdi və söylədi ki, insan haqlarını və demokratik prinsiplərin dövlət özü təmin etməlidir. Və bunun üçün kənardan müdaxilələrə, kənardan təzyiqlərə və təsirlərə heç bir ehtiyac yoxdur. Çünki əksinə dağıdıcı təsir göstərir. Və bir millətin, bir xalqın, bir cəmiyyətin mentalitetini bilmədən, onun düşüncə tərzini bilmədən kənardan ona sırınmış bu cür ideologiyalar hansı fəsadlara gətirir? Biz sonra da Ulu Öndər həyatda olmayanda bunun fəsadlarını real həyatda görürük. Elə qonşu Gürcüstanda, üç uzağa getmir. Biz dəfələrlə bunu müzakirə etmişik ki, yəni kənardan gətirilən və məqsədli demokratiyanın, zorla cəmiyyətə maraqlar çərçivəsində sırınan demokratiyanın əslində elə həmin o qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti vasitəsilə də sırınan həmin o maliyyələşmələr, qrantların ayrılması və görün üstündən nə qədər vaxt keçib, Ulu Öndər həyatda yoxdur. USAID-nin buraxılması əslində hansı anlama gəlir? Görün nə qədər doğru idi, nə qədər haqlı idi Ulu Öndər. Və onun siyasətinin əslində mayəsində, əslində əsasında o dururdu ki, Azərbaycanın güclü iqtisadiyyatı olmalıdır və sonradan biz Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu ideyanın həyata keçirilməsi və sonucda bizim qazandığımız zəfəri gördük. Onun ideyası ondan ibarət edir ki, güclü ordu olmalıdır, cəmiyyət özü güclü olmalıdır, Azərbaycan insanı özü ideoloji cəhətdən çox güclü olmalıdır və dövlət-xalq birliyi dediyimiz fenomen də əslində ondan qaynaqlanırdı. Və nəticə etibarilə bizim bugün qazandığımız zəfər sabit, stabil, təhlükəsiz Azərbaycan. Bunlar hamısı Ulu Öndərin həm Sovetlər Birliyi dönəmində rəhbərlik etdiyi Azərbaycanın iqtisadi, Şəfə müəllim çox gözəl qeyd etdi, o zamanda Azərbaycanın aqrar ölkədən industrial ölkəyə çevirməsi ilə bağlı apardığı o böyük proqramlaşma və sonra Azərbaycana qayıdandan sonra da sındırılmış, dağıdılmış, iflic vəziyyətinə salmış iqtisadi yenidən bərpa etməsidir. Əlbəttə, yəni əsas o istiqamətlərdən biri məhz Qərb institutlarının da bizim daxili işlərimizə müdaxilə etməsi idi ki, o qəti sürətlə onunla barışa bilmirdi və barışmazdı da. Çünki özünün dəmir iradəsi var idi, özünün sözü var idi, baxışı var idi və bilirdi ki, xalq demokratik prinsiplərdən, normalardan uzaq deyil. Əksinə, Azərbaycan xalqının özünün müdriklüyü var, digər tərəfdən dünya təcrübəsi ilə əlaqəlidir, onun haqda məlumatları var və hazırlığı var ki, özü öz demokratiyasını qursun. Özdə ki, bu kiminsə istəyi ilə olan bir iş deyil. O tədricən formalaşır, tədricən
əmələ gəlir və nəhayət Cəmiyyət hazır olmalıdır. bildirdi ki, bəli, Azərbaycanın platforması sizin üçün eksperiment meydanı deyil və olmayacaq da. Siz sadəcə bizə mane olmayın ki, biz burada öz işlərimizi görək. Gündəliyimiz var, bacarığımız var, biliklərimizi toparlayırıq bir yerə və təbii ki, biz öz məharətimizi də göstərəcəyik və gördülər də. Ona görə də mən deyirəm ki, onun həmişə çıxışlarındakı olan çağırışlar, sonra xəbərdarlıqlar, hətta orijinal fikirlər özləri həm daxil üçün, daha çox həm də xaric üçün nəzərdə tutulan çıxışlar idi. O tezisləri əlbəttə ki, xaricdən tuturdular. Məsələn, bir məqamı biz yada salaq. Yəni, diqqət edin. Azərbaycan xalqının Azərbaycan Respublikasının həyatında ağır, çətin ictimai siyasi proseslər gedib və nihayət Respublikamızda dövlət müstəqilliyi möhkəmlənib, o dönülməz olubdur. İctimai siyasi vəziyyət sabitləşibdir və müstəqil Azərbaycan Respublikası özünün ali qanununu, konstitusiyasını qəbul etməyə imkan əldə edib, ilk parlamentini, Milli Məclisini seçibdir. Bunlar böyük nailiyyətdir, tarixi nailiyyətdir. Bunlar onu sübut edir ki, artıq Azərbaycan xalqı müstəqillik yolu ilə cəsarətlə, əzmlə, uğurla irəliləyir. Bu bir daha işarə idi ki, siz bizə mane olmayın. Öz yolumuzu biz seçmişik və qarşımızda duran hədəfləri də müəyyən etmişik. Əlbəttə, hansı birisi gəlib dedi ki, Azərbaycan Respublikasına konstitusiya lazımdır? Xeyr, bunu Heydər Əliyev dedi. Çünki o, həm də özünün hüquqi biliklərinə aid bütün prioritetləri seçmişdi və təbii ki, zaman-zaman onun ətrafında komanda formalaşırdı və o komandaya tapşırıqlarını verməklə həm də nəticələr öz əksini tapırdı bizim real həyatımızda. Lakin bayaq dediyimiz kimi iqtisadi zəmində vəziyyət gərgin olaraq qalırdı. Çünki iqtisadiyyatda da islahatlar əlbəttə yer alır, amma onlar dərhal axı heç vaxt nəticə vermir. Çünki birincisi insanlar, kadr potensialı onlara aludə olmalıdır. Digər tərəfdən onların istismarı artıq zaman-zaman hansısa nəticələri hasil edir və nəhayət iqtisadiyyatın əsas vəzifəsi nədir? Rəqabət güclü olmaqdır və o baxımdan bayaqları Şəfa müəllim burada qeyd etdi ki, bizim heç bir imkanlarımız yoxdur. Valyuta ehtiyatlarımız sıfır səviyyəsində, istehsal etdiyimiz məhsulların dünya bazarında heç bir yeri yox idi və s. Və belə olduğu halda əlbəttə ki, vəziyyəti köklü surətdə dəyişmək lazım idi. Şəfa müəllim, bayaqları siz məhz o 1994-cü ilin 20 sentyabrına gəlib çatdınız ki, neft kontraktlarına, yəni əsrin kontraktına artıq Bakıda imzalar atıldı. Bu özünə məxsus bir həqiqətən də dönüş nöqtəsi idi. Buyurun. Yəqin siz də həmin dövrü xatırlayırıq. O Azərbaycan xalqının müstəqilliyi dönəmində, ümumiyyətlə iqtisadi müstəqilliyi, həm siyasi müstəqilliyinin hesab edirəm ki, ən yüksək zirvəsi idi. 1994-cü il 20 sentyabr. Ən yüksək zirvəsi. Və həmin dövrdə hər birimiz qürurla bu əsrin kontraktının gələcək verəcəyi dividendləri, Azərbaycanın iqtisadi müstəqilliyi baxımından da olan məsələləri mən qeyd etmək istəyirəm. Məhz həmin dövrdə Ulu Öndər gözəl bilirdi ki, neft sənayesi iqtisadiyyatımızın lokomotividir. Bunun dirçəldilməsi mütləqdir. Məhz bunun əsasında, neft sənayesinin əsasında digər iqtisadiyyat sahələrinin şaxələndirilməsi, yenidən qurulması, yüksək texnologiyaların gətirilməsi, ümumiyyətlə iqtisadiyyatın müasir bazar iqtisadiyyatı çağırışları səviyyəsində qurulmasına əsaslı kapital, vəsait, investisiyalar lazım idi. Texnologiyalar lazım idi. İnvestisiyalar yox idi, xaricdən nə transfer? Heç investisiya olmayan yerdə texnologiya transferinin heç adını da tutmaq olmazdı. Ona görə də Ulu Öndər bunları gözəl bilirdi və bütün səfərlərində, siyasətində, dövlət idarələrinin yeni formalaşdırırdı həmin dövrdə, atributları gücləndirirdi və 19 ölkədən
41 qlobal neft şirkətlərinin Azərbaycana cəlb etməsi və 30 sazişin imzalanması sonraki illərdir. Bu Azərbaycanın investisiya cəlb ediciliyini əhəmiyyətli səviyyədə artırdı. Əlbəttə, bu yəni bu özünə məxsus bir konsepsiyanın artıq reallaşmasıdır. Tamam, mən üzr istəyirəm, gəlin onda biz yenidən Heydər Əliyevin bir fikrini yada salaq. Siz məhz o istiqamətdə danışırsınız. Belə bir kontraktı imzalayarkən biz Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil devlət olduğunu və Azərbaycan xalqının öz sərvətlərinin yalnız və yalnız özün sahibi olduğunu bir daha dünyaya nümayiş ettirir. Bu kontraktı imzalayarak Azərbaycan Respublikası dünyanın inkişaf etmiş devletleriyle, onların büyük şirketleriyle iktisadi əlaqələr kurarak, beləliklə Azərbaycanın iqtisadiyyatının dünya iqtisadiyyatına, serbest pazar iqtisadiyyatına bağlanması için əsas yaradır. Bu kontraktı imzalayarak biz bir daha dünyaya nümayiş ettiririk ki, müstəqil Azərbaycan Respublikası demokratik hüquqi devlettir. Azərbaycanda demokratik prinsiplərin bərqərar olmasını inkişaf etməsi üçün geniş yollar açır. Buyurun Şəfa müəllim, fikrinizi davam etdirin. Həmin dövrdən sonra yəqin ki, iqtisadiyyat olduğuna görə bir neçə rəqəm də deyək ki, tamaşaçılarımız əsrin kontraktının qısa zaman kəsiyində verdiyi nəticələri. Əlbəttə, siyasi dividend bu hamıya bəllidir. Azərbaycan müstəqilliyini göstərdi. Yeri gəlmişkən bu il həm konstitusiya suverenliyi ilidir. O baxımdan biz buna qayıda bilərik ki, məhz bugün Azərbaycanın müstəqil dövlət kimi dünyada öz sözünün olması, iqtisadi gücünün və qüdrətinin olması məhz əsrin kontraktın verdiyi nəticələr sayəsində və Ulu Öndərin layiqli varisi prezidentimizin apardığı davamlı və dünya səviyyəsində uzun müddətli strategiya hesablanmış siyasi və həm də iqtisadi siyasətin nəticəsində mümkün olmuşdur. Mən həmin dövrə qayıtmaq istəyirəm. Məsələn, 1995-2003-cü illərdə Heydər Əliyevin rəhbərliyi dövründə artıq iqtisadiyyat canlandırılmış, əvvəl qeyd elədim, aqrar sahə tamamilə islahatlara cəlb olunmuş, torpaq islahatlara aparılmış, sənaye sahələrinin, mümkün sahələrinin bərpasına başlanılmış, müxtəlif iqtisadiyyat sahələrində investisiyalar əsaslı həm dövlət tərəfindən də məqsədli investisiyalara başlanılmış, amma həmin dövrdə hələ də çətinliklər qalmaqdaydı. Bunu dərindən dərk edən Ulu Öndər valyuta ehtiyatlarını və büdcə gəlirlərinin artırılması istiqamətində tədbirlər görməyə başladı. Yəni, iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində ilk addımlar atıldı. Amma neft 1997-ci ildən ki, hasilətə başlayana qədər artıq iqtisadiyyatımıza 60 milyard birbaşa investisiya daxil olmuşdu. Bunun özü həmin dövr üçün böyük bir nəfəs idi. Həm də fantastik bir rəqəm idi o dövr üçün. Həm Azərbaycan üçün böyük bir nəfəs idi. Həm Azərbaycanın regionda cəlbediciliyini artırdı. Həm Azərbaycan risk şəraitində olan, müharibə şəraitində olan atəşkəsin özünü biz qeyd etməliyik ki, o da Ulu Öndərin məhz uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdur. Regionda riskli bir şəraitdə dünyanın onlarla qlobal şirkətlərin investisiya yatırmasının özü böyük bir Azərbaycan üçün böyük bir avantaj idi. Məhz həmin dövrdə bunların sayəsində iqtisadiyyatımız artdı. Həmin dövrdə 90% iqtisadiyyatımız artdı 2003-cü ilə qədər. Üstə gəl, bizim kənd təsərrüfatımız 80%-dən çox böyüyüb, sənayemiz 23%-dən çox böyüyüb. Gəlirlərimiz həm büdcə, həm valyuta ehtiyatları 4 dəfə artıb. Eyni zamanda həmin dövrdə Ulu Öndər uzaqgörən siyasəti nəticəsində valyuta ehtiyatlarının formalaşdırılması üçün neft fondunu təsis edib həmin dövrdə. Həm də ən böyük nailiyyətlərdən biri və uğurlu addımlardan biri, çox böyük maneələrə, xüsusilə iri dövlətlərin bəzilərinin, indi onları hamı bilir, maneçiliyinə baxmayaraq neft və qaz kəmərlərinin əsasını qoya bildi. Bu artıq çox böyük, mən deyərdim, geosiyasi uğur idi. Əlbəttə ki, bilavasitə geoiqtisadiyyata aiddir, ancaq onun həm də geosiyasi göstəriciləri həddən artıq mühüm rol oynadı. Qlobal səviyyədə enerji təhlükəsizliyi. Və bu həm də ona işarə eləyir ki, Heydər Əliyevin, belə deyək də, hələ ki zəif
ölkəsi olduğu halda xarici siyasətə böyük önəm verməsi o bir fakt idi. Yəni həm özünün nüfuzu var idi, digər tərəfdən bilirdi ki, dövlət əgər artıq varsa və müstəqilliyini bərqərar eləyirsə, o dünyadan təcrid ola bilməz. Bax, Rufiz müəllim, mən istərdim o dövrün elə Heydər Əliyevin xarici siyasətinə siz bir münasibət bildirəsiniz. Bilirsiniz nəyə görə? Çünki həqiqətən də zəif dövlətlər həmişə başları qarışır daxildəki proseslərə. Onlar elə bilirlər ki, ilk növbədə daxili artıq bərqərar etdikdən sonra biz xaricə qədəm qoyuq. Amma bizdə mən elə gəlir ki, paralel gedirdi bu proseslər hamısı. Bəli, tamamilə elədir. Doğrudan da o devirdə xarici siyasət elə Heydər Əliyev hakimiyyətə qayıdan kimi, gələn kimi xarici ölkə səfirliklərlə keçirdiyi mütəmadi görüşlərdən başladı və bundan sonra Azərbaycan prezidenti seçildikdən sonra isə artıq Heydər Əliyevin demək olar ki, bütün dünyanın aparıcı və eyni zamanda böyük dövlətlərinə həm səfərləri oldu, həm həmin ölkələrin rəhbərləri, prezidentləri səviyyəsində Azərbaycanda böyük toplantılar, forumlar və eləcə də səfərlər reallaşdırıldı. Və Heydər Əliyev Amerika Birləşmiş Ştatları kimi, İngiltərə kimi, Fransa kimi, Almaniya kimi, eyni zamanda demək yaxın şərq ölkələri ilə, qonşu Türkiyə ilə, İranla, Rusiya ilə bütün demək olar ki, həm də eyni zamanda müsəlman dünyası ilə bərabər hüquqlu, bərabər əsasda və Azərbaycanın milli maraqlarını əsas götürən xarici siyasətin əsasını, başlanğıcını qoydu ki, hansı ki, bugün də cənab prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Və təbii ki, o devirdə Azərbaycana qeyd olunduğu kimi böyük təhdidlər var idi və Azərbaycana böyük təzyiqlər var idi. Və istənilən seçkidə biz görürdük ki, Azərbaycana qarşı hər hansı bir demək, düşünülməmiş addımlar və yaxud da onlar üçün düşünülmüş addımlar sayılsa, təftiş addımları. Bəli, tamamilə elədir və beynəlxalq institutlarla, ATƏT-lə, Avropa Şurası ilə, demək, insan haqları komitələri ilə Heydər Əliyev saatlarla orada gedib çıxış etməklə, Qarabağ problemini bütün dünya ictimaiyyətinə çatdırmaqla və özü bu səfərlərdə bu məsələyə xüsusi önəm yetirməklə Azərbaycanın uğurlu xarici siyasətinin demək, əsasını qoydu və həmin devirdə mənim yaxşı xatirimdədir ki, Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının prezidentləri ilə keçirilən görüşlər və onun apardığı danışıqlar, Avropa institutları ilə, Avropa strukturları ilə, Fransa ilə, Almaniya ilə və eləcə də digər demək, Rumıniya, Bolqaristan və demək, digər Avropa ölkələri ilə Heydər Əliyev o devirdə demək olar ki, bütün Azərbaycanın problemlərini dünya ictimaiyyətinə çatdırırdı. Onun əsas məqsədi ondan ibarət idi ki, məhz Azərbaycanın problemlərini, Azərbaycanın müstəqil siyasət yürütdüyünü bütün dünya ictimaiyyəti bilsin. Həm də, üzr istəyirəm Rufiz müəllim, həm də Azərbaycanın investisiya cazibəsini artıq dünyaya çatdırırdı. Ki, siz elə bilməyin ki, biz müharibə aparırıq, müharibədə atəşkəs var idi və biz sabitliyi qoruyuruq və investisiyalarını da keşiyində durmağı bacaracağıq. Yəni, çatdırmaq istədiyi mesajlardan biri bu idi. Bəli, tamamilə bu onu göstərirdi ki, Azərbaycanda artıq sabit, stabil vəziyyət qorunur, hər şey nəzarət altındadır. Təbii ki, bütün investisiya mühiti var bunun üçün və xarici təşkilatlar və o zaman əsrin kontraktları imzalandıqdan sonra artıq Azərbaycana neft maraqları, qaz maraqları sayəsində təbii ki, artmışdı və bunun nəticəsində də birinci növbədə Heydər Əliyev göstərmək istəyirdi və göstərirdi ki, bütün dünyaya ki, Azərbaycanın mövqeləri haqlıdır. Azərbaycan bugün işğala məruz qalmış bir ölkədir. Buna baxmayaraq Azərbaycan bugün güclənməkdə olan dövlətdir. Azərbaycan bugün öz iqtisadiyyatını, öz ordusunu, öz müstəqil xarici siyasətini, öz daxili siyasətini demək milli maraqlar üzərində qura bilən bir ölkədir, dövlətdir və təbii ki, Heydər Əliyevin tarixdə Azərbaycan xarici siyasətinin, məhz müstəqil xarici siyasətinin o devirdə, məhz belə çətin anlarda, çətin devirdə bu cür mahircəsinə və ustacasına aparması və bütün dünyada artıq bir siyasi lider kimi qəbul olunması və Heydər Əliyev təsadüf deyil ki, ən böyük demokrat idi və bunu dünya ölkələrdə, dünya liderlərdə qeyd edirdilər və Heydər Əliyevin tarixdə təbii ki, həmin məhz müstəqil o əsrlərlə tarixi olan ölkələrlə bərabər adının çəkilməsi qısa müddət ərzində demək müstəqillik əldə edən bir Azərbaycan kimi dövlətin məhz liderinin Heydər Əliyev olması təbii ki, Azərbaycan dövlətinin dünyada nüfuzunu və dünyada tanınmasını daha da təbii ki, bu əsas demək meyarı
meyarlarından biri idi və ona görə də Heydər Əliyev xarici siyasət kursunda məhz o devirdə də və ondan sonraki devirdə sonadək Azərbaycanın milli maraqlarına sadiq qaldı və bir addım da olsun Azərbaycanın milli maraqlarından kənar bir addım nəinki atmadı və Azərbaycan adının dünyada bütün ölkələrdə, bütün xalqlar arasında tanınmasında təbii ki, bu xarici siyasətin mühüm rolu oldu. Çox böyük tarixi rol oldu və əlbəttə ki, Azərbaycan o dövrlərdə demək olar ki, düşmən qüvvələrin hamısının hədəfinə çevrilmişdi. Gecə-gündüz bizim haqqımızda yazırdılar, sonra yadyanları, sonra iftiraları, feykləri yayırdılar, tirajlayırdılar ki, Azərbaycan belədir, elədir falan. Və onun fəaliyyəti, onun özünün obrazı, şəxsi obrazı, personal iştirakı elə bir vəziyyət yaratdı ki, artıq biz informasiya, ideoloji sahədə də vəziyyəti köklü sürətdə dəyişməyə müvəffəq olduq. Bəli, birincisi o bildirdi ki, o artıq Sovet vətəndaşı deyil, Azərbaycan, müstəqil Azərbaycanın vətəndaşı və lideridir. Digər tərəfdən bütün çağırışların hamısı ilə bağlı özünün aydın təsəvvürləri və bilikləri var və nəhayət demokratiyanın quruluşunda da o özü ölkənin və xalqın başında gedən bir şəxsiyyətdir və ona heç bir dərs verməyə ehtiyac yoxdur. Yəni bütün o qərəzli yanaşmaların da hamısının qarşısı alındı. Amma bütün bu proseslərin fövqündə bizim ən ağrılı, yaralı yerimiz var idi. Bu Qarabağın getməsi idi, torpaqlarımızın işğalda olması idi və təbii ki, o ilk növbədə bu məsələnin də həllini nəzərində saxlayırdı və eləcə də səs salmadan, yəni düşmənləri ayıltmadan lazım işlər hamısı görülürdü. Və təbii ki, əgər ordu quruculuğu gündəmdə olan qaçılmaz məsələlərdən biri idisə, özdə xatırlayırıq ki, o zaman bizim bədnam qonşularımız hələ hədələr yağdırırdılar ki, biz Kür çayınacan gələ bilərik, istəsək gələk Bakıda çay içərik və s. və belə cəfəng-cəfəng fikirləri deyirdilər, söyləyirlər. Məyər Heydər Əliyevin bunların haqqında məlumatı yox idi. O gözəl başa düşürdü ki, qarşı tərəfdən bizə təsdirlər ona görə edilir, gəlir ki, bizi mənən sındırsınlar, bizdə ruh düşkünlüyü yaratsınlar, mübarizlik əzmimizi qırsınlar. Ancaq o özü bu prosesləri uzaqdan uzağa rədd edirdi və burada təbii ki, əsas istiqamətlərdən biri, hədəflərimizdən biri ordu quruculuğu idi və o bu məsələyə həmişə diqqət yetirirdi. Gəlin, biz bir daha bir əsas məsələni yada salaq. Demişəm, dəfələrlə bir də qeyd edirəm. Mənim həyatım xalqa mənsubdur. Mənim həyatım xalqın əlindədir. Və xalq üçün bundan sonra bütün həyatımı həsr etməyə mən hazıram və həyatımın bundan qalan hissəsində, bundan sonraki hissəsini də sizə və bütün Azərbaycan xalqına bəxş edirəm. Mən belə bir məsuliyyəti özlərimə götürərək, Ali Sovetin sədri kimi, indi isə siz məni Azərbaycan prezidentliyinə namizəd göstərmişsiniz. Belə bir məsuliyyəti üzərimə götürərək sizə güvənirəm. Şübhəsiz ki, mənim biliyim, təcrübəm Azərbaycan xalqı üçün gərəklidir. Ancaq mən isə biliyimi, təcrübəmi səmərəli istifadə etmək üçün xalqa güvənirəm. Hər bir Azərbaycan vətəndaşına güvənirəm. Heydər Əliyevin əsl sərkərdə keyfiyyətləri var idi və onlar özünü əks etdirirdi. Və biz onları görürdük ki, onlar reallıqda, cəmiyyətdə hansı dəyişiklikləri qaçılmaz edir. Və təbii ki, ordu quruculuğunda, sonra millətin səfərbər olmasında və ümumiyyətlə Azərbaycan cəmiyyətində konsolidasiya prinsipinin üstün olmasında onun müstəsna rolu oldu. Çünki o bilirdi, əgər bir halda ki, xalqı, xarici qüvvələr qanlı müharibəyə cəlb ediblərsə, bu meydandan qaçmaq olmaz. Sadəcə hər şeyin məqamı var və o məqama hazırlaşmaq lazımdır.
Ona görə də ordu quruculuğunda, sonra millətin ümumiyyətlə o müqavimət göstərmə potensialının çoxalmasında, strateji resursun xüsusilə toplanmasında həqiqətən də Heydər Əliyevin planı demək olar ki, 100% yox, bəlkə də ondan artıq dərəcədə həllini tapdı. Belə olmasaydı biz əlbəttə ki, artıq prezident İlham Əliyevin dövründə, onun varisinin dövründə bu qələbəni, möhtəşəm bu yüksəlişi, zəfəri qazana bilməzdik. Əlbəttə ki, bu çox vaxt tələb eləyən, əziyyətli bir proses idi. Amma inam və Heydər Əliyevə güvənmə artıq öz yolunu tapdı və məsələlərin də həllini təmin etdi. Çox sağ olun, hörmətli qonaqlar. Mən təşəkkür edirəm siz bizim proqramımızda iştirak etdiniz və indicə biz artıq söhbətimizi yekunlaşdırırıq. Çox sağ olun ki, bizə diqqət yetirdiniz. Salamat qalın.